Xəqan haqqında danışmaq mənim üçün çox çətindir. Amma çətin də olsa, Xəqanın keçdiyi şərəfli yola görə istəyirəm ki, onun haqqında danışım. Xəqan bunlara layiqdir. Xəqan körpəlikdən əvvəl lap balaca olanda polis olmaq istəyir. Deyir ki, mən böyüyəndə polis olacağam. Çünki silahı o qədər sevirdi. Uşaqlıqdan onun elə bir həvəsi var idi. Silah hərəmək, gəzdirmək özündə. Uşaq vaxtında balaca taxtadan düzəldirdi, gördüm özünə silah. Deyir, polis olacaq. Böyüdükcə, zaman keçdikcə Xəqan elə bir ki, hərbiçi olmaq. Dedi ki, mən hərbiçi olacaq. Təbii ki, deyəm inşallah. Həqiqətən də elə oldu. Xəqan həqiqi hərbi xidmətə çağırıldı 1 il 6 ay 2020-də. Oktyabrın 1-də çağırış oldu Xəqan. Getdi əskəriyə. Elə əvvəldən xüsus təyinata yazıldı. 3 ay xidmətdən sonra xüsus təyinata yazıldı. Əvvəl mən bilmirdim xüsus təyinata yazılır. Sonradan dedim, ay Xəqan, sən bilirsən ki, o çətin peşədir. Yəni, həqiqi hərbi xidmətini başa çatdır inşallah. Hərbisi olmaq niyyətin varsa, ol. Amma çətin peşədir o. Atan özü də olub 5-8 ay xidmət edib müharibədə olub. Döyüşdür, veteran da satdı. Ona görə deyirdim ki, çətindir, atan bu yolu görür. Deyirdi, yox ana, kim yox desə də sən demə. Mən hərbisi olacağım inşallah. Dediyini də elədi. Mən özüm birinci Qarabağ müharibəsinin şahidi olmuşam. Birinci Qarabağ müharibəsi edən dövrlərdə xidmətimi Qarabağda başa vurmuşam. Gəlib evdə gördüm, oturduq, belə söhbət düşürdü. Danışırdım mən müharibədən belə. Gördüm, Xəqan deyir ki, ata siz ala bilmədiniz torpaqları. Biz gedib alayıq. Həqiqi hərbi xidmətini başa çatdırdı. Sonra yenidən könüllü olaraq əskəri qutarandan sonra da yazıldıq xüsus təyinatlara. Kursa getdi. Türkiyədə də kursa getdi. 5 ay işləyəndən sonra orada müharibə başladı. Göytəpədə xidmətini davam etdirdi. Sonra Kəlbəcərə döyüş müharibədə. Şəhid olmamışdan 4 gün qabaq evə gəldilər. Son dəqiqə. Atası ilə danışdı əvvəl. Dedi ki, ata, anama ver telefonu, anamla da bir danışdı. Telefonu mən aldım. Dedi ki, ana, nə tərsən, yaxşısa. Dedim, Ayşədən, sən yoxsa orada, mən burada. Nətər olar, ana? Dedi, ana, ürəyini çıxma, hər şey yaxşı olacaq. Sonra atasını təcrübənin geçdi, ana, bir atmaq. Qaytardım, telefonu atasına verdim. Səsini işləyirdim, azacıq da olsa dedim. Ata, ola bizim mən zəng eləyəm. Anamı darıxmaq qoydu. Anama da heç nə bilmir. Atas dedi, ananla nəyin gizləyəcəm sən? Nələr gizləyirsən? Deyir ki, ata, heç nə. Bir Cəsura da verdi telefonu deyirəm. Atası da Cəsura verdi telefonu. Zarafatla ona əl çəkdi. Dedər ki, atam anam çağırmalıdır. Bir də Nuray. Nuray çok sevdiği kızlardı, şanslı. Ondan sonra yine bir də dedi ki, anama ver telefonu, Cəsura. Cəsura telefonu nə uzaqda aldım. Artıq körəlmişdim.
demişdim. Mən də elə bir çoxuma demək istəyir də istəmirdim. Gülkana, Nuray Səmanət, qaqama da demişdim. Biz də Allaha əmanət olduq. Xəqanla son danışığımız bu oldu. Sağollaşdı. Zəng gəldi evə. Yürüdüm telefonu götürdüm. Ondan qabaq zaten atası işə gedəndə demişdim ki, Xəqan zəng eləsə, 4 gündür zəng eləmir. Mənə də xəbər eləyər. Dedi ki, yaxşı, narahat olma. İşim bizim birdən gördüm zəng gəldi. Amma ondan qabaq o qədər hissələnmişdim, həyəcanlanmışdım. Elə bir nəsə eşitdim, elə bir hazır idim. Nəsə bir şey eşitdim, amma ağlıma gəlməzdi ki, daha Xəqan şəhid olur. Xəqan şəhid olmaq heç bir ağlıma gəldi. Dedi ki, bəscəhlə, məni bankomata çağırdılar. Dedim, gördüm, amma səsi titriyib danışanda. Dedi ki, valla bilmirəm, nəyəsə görə çağırdılar. Sonra dedim, adətən, bir dən Xəqana nəsə olmuş ola. Dedi ki, bilmirəm, dedi, elə bu biraz üstünə qışqıran kimi, bilmirəm, heç nə bilmirəm. Qaldı ki, deyəsən Xəqan yaralanmışdı. Elə bir nəsə titrədi ki, gəldim elə Xəqan. Şəhid təqib etən belə şəhid olmuş. Bir gün də danışan belə həmən dəqiqə, həmən saniyə. Sonradan eşitdik, onların canlı şahidi, şəhidlərin canlı şahidi olan bir oğlan. Əvvəlcə deyir, Xəqan döyüşdə olanda balaca bir yarası var idi qıçasında, çox deyil, dərin bir yarası. Komandirama dedi ki, getməlisən, getməlisən. Sən bu yaralıları da aparıb getməlisən. Uşaqları da apar get, qurban olsun. Bir yarı ilə dedi ki, yoldaş komandir, mən qalım getməyim. Qədim adında da bir dost var. Komandir o da bilir ki, o qədim nə qədər çoxdur. Qədim də bir dövrəni sevmiş, döyüşdə. Yaralıymış, qan, axdır deyir, qan. Axdığına görə deyir, halsız idi, danışamıyordu. Amma gözlərinə Xəqanın gözünə baxırdı. Ya məni tək qoyma. Komandir deyir, dedi ki, qədimin özünə baxır. Taxtı deyir, dedi ki, yoldaş komandir. Dedim getməyin, amma mən yaram ağır yolda. Bundan mən bir xəstəxanada yatanmaram, burada döyüş yoldaşlarımı qoyur. Xəqan deyir, dedim ki, Xəqan, indi olmazsa, Xəqan yox, qurban olsun. Dedim ki, qurban olsun. Yaran indi ağır olmasa da birazdan hiss edəyəm. Çünki təzə-təzə. Elə sıxına sonra deyir, yoldaş komandır. Qıçamı hiss edəmirəm. Deyir, iri başlayır, sən getməlisən. Onları deyir, döyüş bölgəsindən çıxartdı. Sonra xəbər gəldi ki, qıyaqçıqlar, uşaqlar orada şəhid olur. Döyüş yoldaşlarımız 8 dənə sağ qalan oğlan oldu orada. Yaralıların içində Xəqan da bir oturuluydu. Yaralılar uzatmışdı ki, amma Xəqan oturuluydu. Bir də bir oğlan az yarası vardı, bir o da oturmuşdu. Birdən bir atışma başladı. Uşaqlar düşdü, qurban oldu, əyil. Elə bir nəsə donmuşdu. Amma gözlər deyir, qədəmin özündə. Ona baxırdı. Arada da deyir ki, dedim yatma sən qanatlara, yatma, yoxlama, olmaz. Elə deyir, birinci qurban oldular. Buran kimi deyir, qədimin özünə. Şəhid oldu. Canları ilə canları bahasına aldılar. Amma bir şey var ki, dedim bala müharibə qorxmuş idi. O da dedim, mən heç zaten qorxmuş.
Hani şərəfli bir yoldur ki, yəni həqiqətən Azərbaycan övladı ilə Xəqan kimi olur. Çünki ölümündən qorxmamaq. Vətən olur, torpaq olur da. Hani ölməyə dəyər, həm də yəni kişi kimi bir yol. Allah yolu ilə o keçir, o imtahanlardan keçir. Əsgərlik xidmətini qurtarıb təzədən xüsusi təyinatdan qulluq eləmək bizim üçün böyük bir fəxr olur. Bir ana üçün övlad itirməkdən ağır düşünmək ola bilər. Həyatda heç bir şey ola bilər. Övlad acısı ən ağır. Allah evlad itirən atalara, analara, valideynlərə çoxlu səbir versin. Şəhidlərimizə də Allah rəhmət eləsin. Məkanları cənnət olsun. Məqamları uca olsun inşallah. Ruhları şad olsun. Allah bizim başımızın tacıdır, fəxrimizdir. Doğrudan da şəhid vurulan zaman yox, şəhid unutulan zaman. Gəlin şəhidlərimizi unutmayın. Sizdən ən böyük, sizdən xahişim bir ana kimi şəhidlərimizi unutmayın. Çünki biz onların hesabına bugün torpaq üstündə yaşayırıq, nəfəs alırıq. Toy-busat görürük. Allah'ın için toy-busat məsələsini sizə bir ana olaraq şanlı evladlar, təqanlanmalı evladlar görürlər. O bir çay olardı insanlardan. Bir kısmet olsa toy ediyor. Bak gördüğün koyuyor. Danıştık ki kısmet olsa toy ediyor. Ben de o taşımı yazıyorum. Allah rahmet eylesin. Cem şahitlerimizden Allah kadarını da yer. Allah cem şahitlerine.